Yaponiyada Azərbaycan bəlkə də bilmirlər harda yerləşir, amma Tovuzun harda yerləşməyini dəqiq biləcəklər. Çünki Turan Tovuzun keçmiş futbolçusu Alex Souza Yaponiyanın ən güclü klublarından biri Kyotoya keçir. Düzdür, qabaqda hələ tibbi yoxlanış var, sonra müqavilə bağlanacaq. Amma buna baxmayaraq Alex Souza, özdə Souzanı Tovuzlular özünkü sayırdılar. Alex Souza da Tovuzu özünün vətəni kimi sayırdı və özünü Tovuzlardan heç ayırmırdı. Elə bir Braziliyalı deyildi, elə Tovuzda doğulmuşdu. Tovuzun mədəniyyətini sevirdi, Tovuzun yeməklərini bəyənirdi. İndi təsəvvür edirsiniz, gedib qəşəng orada Kyotoda Tovuzda gördüyü günlərdən danışacaq. Sağollaşanda da maşallah Turan Tovuz haqqında yaxşı sözlər deyib və ümid eləyirik ki, Kyotoda da çıxış eləyəndə bütün azarkeşlər də olmasa müəyyən hissəsi maraqlanacaq. Bu cavan oğlan hardan gəlib? Tovuzdan.